Dövlət orqanları üçün təşkil olunan təlimdə çıxış edən Maliyyə Nazirinin müavini Elvin Əlimərdanov e-müqavilə sisteminin tətbiqinin dövlət satın almalarında çevikliyin artırılması, proseslərin sadələşdirilməsi və maliyyə nəzarətinin daha effektiv təşkili baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Təlimlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə keçirilir. İcazə verir ki, qrup içərisində digər hər hansı bir istisna daxil edərək ona hüquqlar versin. Həmin hissəni göstərməyimdir, hal-hazırdakı göstərdiyimiz hissə həmin hüquqları verilməsi hissəsidir. 3 gün davam edəcək təlimlər çərçivəsində iştirakçılara rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin e-müqavilə alt sisteminin tətbiqi, satın alma müqavilələrinin elektron qaydada hazırlanması, bağlanılması və göndərilməsi mexanizmləri barədə ətraflı məlumat verilir, onları maraqlandıran suallar cavablandırılır. Qeyd edək ki, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq dövlət satın almaları üzrə müqavilələrin elektron formada həyata keçirilməsi e-müqavilə alt sistemi vasitəsilə təmin olunur. Bu yanaşma müqavilə, uçot və ödəniş proseslərinin vahid platforma üzərindən idarə edilməsinə, dövlət vəsaitlərinin daha şəffaf və operativ şəkildə izlənilməsinə imkan yaradır. Samiq Nuriyev, Təxminə Babayeva, Arzu Sadiqov, NTV Xəbər.